Biz bugün pasiyentlər haqqında məlumat vermək istədim. Hər iki pasiyent uzun müddətdə Hashimoto atomi çayından əziyyət çəkirdi və dünən əməliyyat olundu. Bugün əməliyyatdan bir gün sonradır pasiyentlərin sağlığı dəyişildi və evə yola salındı. Və qısaca da istərdim ki, yəni hər bir pasiyent öz xəstəliyi haqqında, nə vaxtdan bu xəstəlik var, nə vaxtdan bu xəstəlikdən əziyyət çəkir, qısaca məlumat versin. Siz Gürcüstandan müayinələrdən keçmişdiniz. Orada nə demişlər ki, əməliyyat olunmalı, elə? Əməliyyat olmalısınız. Sizdə nə şikayət, boğulma əlamətlərini Boğulma, verdiniz? əsəb, dizlərimdən tutulurdu, qollarım, başımdan vəbşə qan işləmirdi, elə bil ki, tutulurdu. Boyuna da ağrılar verirdi sizdə Bəli. bu şəkildə. Bu gözündə böyümələr olurdu, görmürdü, zəiflik hiss edirdim. Nə qədər vaxtdır bu narahatçılar var idi? 3 ildir bu narahatçılar var idi. Yəni öncədən bildilər ki, düyününüz oldu, sonra əməliyyat qərarı verdilər. Amma siz bu müddətdə ki, müalicə aparıldı, effekt vermədiyi üçün əməliyyat qərarı. Dünən əməliyyata gəlmişsiniz. Nəsə o haqda bir təəssüratlarınızı bölüşək. Nəsə bir şey hiss elədiniz? Canımdan can getdi. Kuş kimi yemin edib dünyaya bu dünyaya. Rahat, sizin üçün çox böyük bir zor idi. Şükür Allaha yaxşı oldu. İkinci pasiyentimiz isə Mingəçevir şəhərindən gəlir. Sizdə nə qədər vaxt buna arası? Amma siz dərman da içirdiniz. 5 ildir doktor. 5 ildir bəli, əziyyət çəkir. İkinci pasiyentdə həm atomin tiroidi, həm də düyün var idi deyə əməliyyat qərarı verildi və bir əməliyyat olunub. Bu gün də pasiyenti evə yola salır. Sizdə əllərdə bir də keyləşmə oldu əməliyyatda. Əsmə var idi, keyimə var idi. Bəs dərman nə qədər vaxt içilir Etoxu? Dərmanı 3 ildir başlamışdım. Sonradan bildim ki, yanlış Zorun var, hə. Amma sıxılma boğulma sizdə də var idi. Var idi, çeçənə var idi məndə, boğulma var idi. Su içirdim, çeçirdim. Biri səhər yemək yedin, nə istədiyim araçın var mı? Çeçəmədin ki? Yaxşı oldu. Şükür, əlləriz var. Bəzi olur ki, bəzi pasiyentlər əməliyyatdan qorxurlar. Hansı biz onlara əməliyyat qərarı veririk, əməliyyatdan qorxurlar. O haqda nə demək istərdiniz? Heç bir qorxusu yoxdur. Heç hiss eləmədiniz, nə cür əməliyyat oldu? Heç nə eləmədim, heç nə ağrı yoxdur. Yəni, bəs xidmət olaraq, yəni nə cür xidmət Xidmətdə edərlər? çox sağ olsunlar. Yaxşı baxdılar, yəni başın üstündə. Çünki gecə saat 12-də mənə zəng eləmişlər ki, doktor belə məlumat verirlər. Hər dəqiqə soruşurdular, bəli, başımız üstündə deyirlər. Allah Çox yaxşı keçmiş olsun. Sağ ol. Sizlərdən razı olsun. Sağ ol.